Mustafa Əvəli Rüstəmoğlu, Sabirabad rayon Xəlifəli kəndində yaşayıram. 2017-ci ildə cənab prezidentə müraciətim əsasında məni məşğulluqla qaz idarəsində Azərqazda ictimai işlər üzrə işçi götürdülər. Aprel ayının 7-sində məni işdən azad ediblər. Dəfələrlə prezidentə, yəni əlimdə olan sənədlər, kağızlar hamısı var. Müraciətim əsasında heç bir yazırlar ki, yəni iş yeri yoxdur. Bununla əlaqədar yəni çox müraciətlərimiz olub. Hal-hazırda çəkilişdə mən deyirəm ki, bunu ictimailəşdiricilər var bizə qarşı. Tək mən yox, hamımıza. Amma hal-hazırda noyabrın 5-də çıxarılan 25 nəfər götürüblər. Bu gün də mənə gələn mesajda 2 nəfər əlavədən götürüblər. Və necə ola bilir ki, bizləri çıxardırlar. Dostu oldum dekabrın 1-də. Mənə məlumat verdilər ki, sizi götürməyəcək. Niyə? Başqa adamlar götürəcək. Və necə oldu? Həmin işləyənləri yenədən götürürlər, bizi götürmürlər. Elvin Poladxanoğlu, Sabirabad rayon Xəlifəli kəndi. Şikayətim bununla bağlıdır ki, mən Azərqaza işçi kimi məni götürdülər. Bir müddətdən sonra çıxartdılar, hatta səbəbsiz mənim bildirmədən də, yəni niyə çıxartdılar, nəyə görə çıxartdılar. Çıxardıblar, atıblar bizi çölə, heç nə maraqlanmırlar, nə eləmirlər, səbəbini deməmədən çıxartdılar, bizi atdılar çölə. Mən Sabirabad rayonunun Xəlifəli kənd sakini Seyfiyə Mansur Güloğlu'num. 2019-cu ilin aprel ayında cənab prezidentə müraciətim əsasında məni Azərqazın Sabirabad rayon istismar şöbəsində işə götürdülər. Ərzəm əsasında. 2022-ci ilin aprel ayında heç bir xəbərdarlıq eləmədən bizi satdılar dost emimciyə. İndi qanuni idi, qeyri-qanuni idi, ta onu mən deyə bilmərəm. 2025-ci ilin 6-cı ayında da ayın 6-sında bizi işdən azad edildilər. Heç bir xəbərdarlıq eləmədən, heç bir göstəriş olmadan. O gündən bu günə kimi də müraciət eləmişəm, məşğulluqda qeydiyyata da düşmüşəm, məni işlə təmin eləmirlər. İşsizlə bağlıdır. İşlədiyi müraciət əsasında baxılmadığına görə müraciət edilir ki, bizi işə həmin öz işimizə qaytarsınlar. Necə olur? Kənar əlavə adamlar götürürlər, işdən çıxarıb 20 gün ərzində keçməmiş onları qaytarırlar. Neçə aylardır mən cənab prezidentə müraciət edirəm. Əlimdə bütün sənədlərim əlimdədir, hamısı buradadır. Məktublar, kvitansiyalar. Əhalinin Sosial Müdafiə Nazirinə göndəriblər. Sokar neft şirkətinə göndəriblər. Beyləqanla zəngiləyiblər. Məni çağırıblar, işsiz kimi qeydiyyata alıblar. Simba proqramını yükləyiblər. Hələ ki bir xəbər yoxdur. Deyirlər ki, sənə iş vermir. Dərdimizi prezidentdən başqa biz kimə deyək? Ona da biz yazdığımız məktub çatmır. Bəli, cənab prezident inşallah biz onun siyasətinə arxalanırıq. Ümid edirik ki, cənab prezidentin biz inşallah diqqətində olarıq. İnşallah bizi işlə bərpa edirlər. İnşallah ümid cənab prezidentə edilir. Qeyri-qanuni şəkildə heç bir xəbərdarlıq eləmədən bizi 2022-ci ildə satdılar dost emimciyə. İndi də deyirlər dost emimci ləğv olunur. Ancaq cənab prezident hələ Sabirabadda dost emimcinin tikilişinin açılışına gəlməlidir. Bu yaxın günlərdə. Nətər olur bu dost emimci ləğv eləyirlər? Niyə tikirlər o boyda dövlətin büdcəsindən pul ayırıb niyə tikirlər? Niyə cəmaat alladırlar yalan yeri? Gedirsən də qapısına idarə təqdim edən. Mirəliyev Əsfər Adıoğlu, Sabirabad rayon Xəlifəli kəndi. Biz 6-cı ay 2025-ci ildə dost emimcinin işindən bizə xitam gəldi və biz müraciət etdik Bakı dost emimci mərkəzinə. Bizə bildirdi ki, siz yəni işlə təmin olunmuyorsunuz da, yəni bu iş ləğv olunur. Amma bizə çatan məlumata görə 22-23 nəfər işçi götürüblər. Hal-hazırda bizdəki işsiz, özümdəki ailəli adamam, dolanışıq çətindir və cənab prezidentdən də xahiş edirəm, bizim bu müraciətimizə baxardı, xahiş edirəm. İşsizliyi aradan qaldırardı. Mən Mirəliyev Ağəli Səmdağoğlu, Sabirabad rayonunun Xəlifəli kəndində yaşayıram. Özüm işsizliklə bağlı müraciət edirəm cənab prezidentimizə. 2025-in yanvar ayının 1-dən bizim işimizə xitam verirlər. Mən 2016-cı ilin fevral ayının 12-sindən işə qəbul olmuşam. Dost MMC qaz idarəsində işləyirdim. 2025-in yanvar ayına qədər işlətdilər bizi çıxartdılar işdən. Dedilər ki, işlə təmin olunacaq.
ilin sonudur, heç bir xəbər yoxdur. Getdim Bakıya da getdim, dost deməyimciyə dedilər ki, sizin işinizə baxılmır da, sizin işinizə xitam verilib. Bu işi əmələ gələsi bir şeydir. Gedin cənab prezidentimizə müraciət edirəm ki, xahiş edirəm bizi işlə təmin. Xahişim ondan ibarətdir ki, bugünkü gün işsizlikdir, dolanmaq çətindir. 3 dənə övladım var. Xahiş edirəm cənab prezidentdən ki, bizə bu işdə bizə kömək eləsin, bizi işə götürsünlər ki, biz əvvəlki işimizə qaydaq, qaz dairəsində işimizə işləyək. Yəni, bugünkü gün məlumat aldıq ki, hal-hazırda bugünkü gün qayıdıb işə, işində təmin olunub, çıxmışdı, qayıdıb işinə. Xahiş edirəm bizim müraciətimizə baxılsın. Dönə-dönə xahiş edirəm ki, biz də işləyək, ailəmizə bitkə çörək para, dolanmaq çətindir. Xahiş edirəm dönə-dönə. Allah köməyiniz olsun. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.